Səmada quşdan çox ballistik raket uçur. Onsuz 3-cü Dünya müharibəsi çoxdan başlayıb. Adam bilmir nə desin, necə desin. Dünya getdikcə qorxulu yerə dönür sözünü tez-tez deyirdik. O qorxulu yer bizim coğrafiyadan başlayırmış deyəsən. Oktyabr ayından hamınızı salamlayıram. Ola bilər ki, sizin telefonlarınızda iyun ayı göstərsin. Ancaq pəncərənizi açın bir baxın. Çöldə oktyabrın ortalarına çatmışıq. Mən bilirəm, yay fəsli niyə gəlmir. Bunların üzündən yay gələr. Səmada quşdan çox ballistik raket uçur. İranla İsrailin arasında olan gərginlik get-gedə artır. Onların arasındakı 2000 kilometrdən çox məsafədən başa düşmək olur ki, onların bir-birinə ərazi iddiası yoxdur. Bəs nədir bu qırğın bütün dünyanı lərzəyə gətirib? İranın nüvə zənginləşdirmək məsələsi buracan alovlana biləcəyini yəqin özləri də bilirdi. Onsuz 3-cü Dünya müharibəsi çoxdan başlayıb. Sadəcə onun ocağının bizim sərhəd ölkəmizdə olması bizim üçün 2 qat həyəcan siqnalıdır. Kim zəmanət verir ki, atılan hər hansı bir raket bizim ərazimizə düşməyəcək? Hələ bu gərginliyin fonunda Fövqəladə Hallar və Ekologiya Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. İranla sərhəddə yerləşən bölgələrimizdə xüsusi cihazlarla radiasiya ölçülməsi məqsədi ilə müayinələr aparılıb. Bildirilib ki, müayinələr zamanı ətraf mühitdə radiasiya fonunda hər hansı bir çirklənmə aşkar edilməyib. Müayinələr mütəmadi olaraq davam etdirilir. İrandan Azərbaycana başqa ölkələrin vətəndaşları təhlükəsiz şəkildə təxliyə olunur. Həm öz vətəndaşlarımız artıq geri qayıdıb, həm də orada müxtəlif səbəblərdən olan xarici vətəndaşlar. Dünya getdikcə qorxulu yerə dönür sözünü tez-tez deyirdik. O qorxulu yer bizim coğrafiyadan başlayırmış deyəsən. Qədimdən qalan bir deyim var. Müharibədə qanun olmur, qaliblər mühakimə olunmur. Bugün hər iki ölkənin bir-birinə atdığı raketlər yaşayış məntəqələrinə tuş gəlir. Bir görüntü gördüm, İranda bir bina dağılmışdı. İçində 20-si uşaq olmaqla 60 nəfər həlak olub. Bunlar dəhşətli rəqəmlərdir. Bu ölümlərin yanında kimin haqlı, kimin haqsız olmağı ikinci plana keçir. Təsəvvür elə işdən evə gəlmirsən, istirahət edirsən və birdən başına ballistik raket düşür. Səbəb? İki ölkənin siyasi elitası bir masaya oturub aralarındakı problemi həll eləyə bilmir. Özləri bunkerdə gizləndiyi halda sənin əziyyət çəkib aldığın evi başına yıxırlar. Nüvə silahı deyəndə ağla gələn Kim Chen idi. Görünən odur ki, bunun nəyi varsa elə dilindəymiş. Ürəyində heç nə yoxdur. Hal-hazırda bir neçə ölkə fərqli coğrafiyalarda bir-biri ilə toqquşur. Göydə raketlər yarışır. Bu Kim Chen'i məclisə çağıran yoxdur. Elə yaxşı ki, yoxdur. Bu birilərin heç olmasa sakitləşmək üçün bir səbəbi var. Kim Chen'in nə deyib sakitləşdirəcəyi bilmirəm. Bizimsə gündəmimiz tamam ayrı mövzudadır. Biz dünən son zəngi qeyd eləyirdik. Həmişə olduğu kimi bu ildə son zəngdə ürək ağrıdan hadisələr olub. Bu səfər maşın qəzası yox, başqa bir hadisə yaşanıb. Son zəngi dəniz qırağında qeyd eləmək istəyən 11-lərdən biri suda boğulub. Dəniz mövsümü açılmayıb, artıq ümumilikdə 4 nəfər batıb. Biri körpə uşaq, 3-ü böyük adam. Bu dəfə də dəniz bir məktəbin son zəng tədbirini yasa çevirib. O uşaqları sinif yoldaşlarının cənazəsində gördüm. Adam bilmir nə desin, necə desin. Sanki bu son zəngin xüsusi bir lənəti var. Hər il can aparır özü ilə. Uşaqların bu yaşları çox təhlükəlidir. Sonra da gələn qəbul imtahanında uğursuzluq yaşayan uşaqların depressiyaya düşməyə bir ayrı qorxuludur. Gənclərimizi ən çox da bu çağlarında qorumalıyıq. Onların mən artıq böyümüşəm, azad fərdəm sözlərinə gərək bir müddət qulaq asmayaq. Hal-hazırda övladlarımızı başqa yolla qoruya bilmirik. Hava özünü payız kimi aparsa da qabaqdan yay gəlir. Bu dəniz mövsümünü xətasız bəlasız keçirməyə arzu edirəm. Hə, bir də indidən deyim, bilməyənlər bilsinlər. Çimənlikdə maşınla gəlib drift eləyənləri keçən il həbs eləyirdilər. Sonra bizim xəbərimiz yoxdur deməyin ha. Avtomobil A nöqtəsindən B nöqtəsinə tez çatmaq üçün bir vasitədir. Xəzərin sahilində qumun üstündə dövrə vurmaq kimi bir təyinatı yoxdur. İnsanlar ora istirahət eləməyə gedir. Təkərdən çıxan zirzibili udmağa yox. Cəmiyyət arasında etik normalara riayət eləmək dünyanın ən asan işidir. Təşəkkür edirəm.